Əli Bayramov 24 mart 1999-cu ildə Binəqədi rayonunda anadan olub. Azərbaycan ordusunun əsgəri olan Əli Bayramov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlıq uğrunda gedən döyüşlərdə vuruşub. Əli Bayramov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 5 oktyabr 2020-ci ildə Binəqədi rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əli Bayramov ölümündən sonra Vətən uğrunda Füzulinin azad olunmasına görə, İgidliyə görə, Şuşanın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.